Yenidən qurulan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yaradılan müasir şərait tələbələrin ürəyincədir. Burada ənənəvi ixtisaslarla yanaşı, müasir ixtisaslara da böyük tələbat var. Ətraflı sıradakı sujetdə. Təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulan, 2018-ci ildən isə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kimi fəaliyyət göstərən mərkəz yenidən qurularaq tələbələrin ixtiyarına verilib. 7 korpusdan ibarət mərkəzdə tələbələrin həm təhsili, həm də asudə vaxtı üçün hər bir məqam düşünülüb. İnnovativ emalatxanalar, avtotəmir və CNC dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi sahələri yaradılıb. Kulinariya təlim korpusları, təlim qonaq evi, əkinçilik laboratoriyaları və müasir istixanalar fəaliyyət göstərir. Regionda peşə təhsilinin inkişafında strateji rol oynayan müəssisənin əsas hədəfi əmək bazarının müasir tələblərinə tam cavab verən ixtisaslı kadrların hazırlanmasıdır. Burada ənənəvi ixtisaslarla yanaşı, müasir ixtisaslara da böyük tələbat var. Bu sahələr həm yüksək əmək haqqı, həm də geniş iş imkanları baxımından gənclər üçün cəlbedicidir. Alternativ enerji ilə bağlı, IT texnologiyalarla bağlı, məsələn ki, bir təhlükəsizlik sahəsində çox böyük maraq var. Şəbəkə inzibatçılığı ilə bağlı çox maraq var. Kompüterlərin proqramlaşması ilə bağlı çox böyük maraq var. Eyni zamanda kənd təsərrüfatı sahəsində innovativ müasir yanaşmalar ki var, o istiqamətə də gələn tələbələrimiz çoxdur. Lənkəran Peşə Təhsil Mərkəzində hazırda 962 tələbə 42 ixtisas üzrə təhsil alır. Yaradılan şərait tələbələrə geniş imkanlar vəd edir. Mikrobioloq laborant ixtisasında 1 illik təhsil alıram. Gözəl sinif otaqları yaradılıb, biologiya, kimya otağı, coğrafiya otağı və hər bir otaqda çox gözəl şərait qurulub. Burada oxumağımın məqsədi budur ki, gələcək karyeramda və bu işi davam etdirmək istəyirəm. Dərslərimiz bitdikdən sonra apreldən başlayaraq artıq asan xidmətdə fəaliyyət göstərəcəyik. Tədris prosesində nəzəri biliklərlə istehsalat təcrübəsinin vəhdəti mərkəzin uğurunun əsasını təşkil edir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar tələbələrə real iş mühitində vərdişlər qazanmağa imkan verir. Səadət Əzqızı, Zaur İsmailov, Mələk İnqilablı, ATV Xəbər, Lənkəran.